Canımız dostlar, hər vaxtınız xeyir olsun. Hər zaman olduğu kimi Gəncə şəhərində ən ucuz maşınlar bizdə. Özünə sürməyə maşın axtaranlar qiymət isə normal qiymətə. Aprel ayının 9-u çəkib paylaşırıq. Aprel ayının 15-nə qədər vaxt qoyuruq. Allahımızın izni ilə, sizlərin dəstəyinizlə, bizim isə çəkilişimizlə sizlərə təqdim etməyimizlə. Belə bir dənə Santa Fe. Qiymətin gözəlliyi 15.800 manat. 4 çəkən, 2.7 benzin. Tam ideal vəziyyətdə. 7 yerlikdir. 2.7 benzin mühərrikdir. Və salon stenkaları 7 nəfərlikdir. Bunlar ən çox 5 olur, ona görə çox adam almır. 7 yerlik o deməkdir ki, Vita kimi. Nəvələri, nəticələri, dostları, tanışları hamısını yığırsan, qalxırsan istirahətə. Özü də 4 çəkəndir. Yanacaq da sərfəlidir. Niva ilə eyni benzin yandırır. Narahat olma. Maşınımızın bugünkü gün heç bir problemi yoxdur. Kondisioner var, təkərlər yarım şpordur. Udar söhbəti ola bilməz. Harada istəsəniz yoxladın. Və biz maşın satanda əsasən nə edirik? Tərif deməyimizə baxmayaraq, deyir yapar qardaş, ustanın yanında tam yoxlat ki, səhərsi günü işlənmiş maşındır. Gəlib bizə heç şət demə. Bundan ayrı mən nə deyim? Ustasız qardaş, mən maşın satmıram. Birinci ustanıza yoxladın, ondan sonra maşının pulunu verin, alın. 7 yerlik gözəllik. Tam udarsız səliqəli. Belə bir maşın bu qiymətə inanma ki, hardansa tapasınız. Yəni vuruq, udar söhbəti ola bilməz. Əlaqə nömrəsi profildə varımızdır. 077 735 28 88 077 735 28 88 profildə var. Aprel ayının 15-ə qədər vaxtı var. Gəl apar da. 15.800 manada Santa Fe var. Bundan ayrı da nə deyim? Bax, ən ucuz maşın deyəndə təbii ki, nəzərdə tutduqlarımızdan elə biri bu Santa Fe'nin özüdür. Subut olaraq göstərirəm ki, bu qiymətə belə bir maşın nəinki Gəncədə, Bakıda da tapa bilməzsiniz. Gəlin aparın, yolunuzu gözləm. Ünvanımız Gəncə şəhəri yarmarkanın yanı. 4 maşın sat alverçilərə dəstək olaraq, yeni başlayan alverçilərə. 4 maşın satsın bizim salondan. 2000 manat mən qardaşınız hədiyyə edirəm sizlərə. Dəstək olaraq. 2000 dənə maşını var, barter mümkündür. Nə cür maşınla bağlı dəstək, köməklik lazımdır. Biz qardaşınız, Ramin qardaşınız, Eldəniz qardaşınız, Bəşir qardaşınız, hamımız burada sizlərin qulunuzlar. Yolunuzu gözləyirik. Ətrafı da çəkin ki, bil ki, elə maşın bazarına oxşuyur burada. Bəli, hər birinizin yolunu gözləyirəm. Gələn hər bir qonağımız canımız, ciyərimizdir. Bizi sahib gələnlər var olsun, hörmətli olsunlar. Bağla gəlsin.